Salam məziz həmvətənlər, dəyərli dostlar, hörmətli xanımlar, bəylər, xoş gördünüz, axşamınız xeyir olsun. Biz canlı efirdəyik. Bugün əvvəlcədən elan etdiyimiz kimi, deməli, Ərəstun Oruçlu ilə 2013-cü ildə gedən proseslər ki var idi, Milli Şuranın yaradılması, sonra Milyarderlər İttifaqı və s. Bununla bağlı çox ciddi, bu günə qədər deyilməyən, yazılmayan məlumatlardan danışacağıq. Çox təəssüf ki, mən dünən ya sırağa gün yazmışdım bu barədə, daha doğrusu yazmamışdım. Ərəstun bəyin 2019-cu ildə səhv eləmirəmsə yazdığı bir məqaləni paylaşmışdım. O məqalədə kifayət qədər məlumat var, amma bu Ramiz Mehdiyevin həbsi ilə bağlı, sonra ondan sonraki bəzi həbslərlə bağlı 2013-cü ildəki hadisələr yenidən gündəmə gəlib. Biz bugün çalışacağıq ki, hörmətli Ərəstun bəylə bu məsələlər geniş müzakirə olunsun, deyilsin. İcazə verin, mən Ərəstun bəyə deyəsən, üzr istəyirəm, yaddan çıxıb link atmamışam. Ərəstun bəyi, vay öldürəcək və. Linki atın, ondan sonra biz başlayaq. Lütfən təzir bəyənin, paylaşın. Təbii ki, bugün çox vacib bir gündür. Zəng eləməyin, dostlar, zəng eləməyin, mən efirdəyəm. Dostlar, zəng eləməyin, mən efirdəyəm, xahiş edirəm, nəzərə alın, mən canlı efirdəyəm. Dostlar, o zaman 2000 Ərəstuna qoşulan qədər mən deyim ki, deyəsən, bir dəqiqə, baba. Deyəsən, problem var, eləmi? Bizim rejissorumuz deyir ki, düzəldin. Kamerana, yəni ki, düzəldi, düzdürmü? Baba. Deməli, o vaxtı 2013-cü ildə mən həbs olmamışdan qabaq bu Milli Şura, o vaxt mən bilmirdim, Milyarder İttifaqı var, yoxdur, necə olacaq. Mən Milli Şuranın yaradılması istiqamətində danışıqlar apardım və növbəti görüşlərin biri Eldar Namazovla Köçəri və mənim aramda oldu. Buradan Köçəri bəy, buradan salamlayıram. Köçəri bəy Xalq Hərəkatının fəal iştirakçılarından olub, çox böyük əziyyətlər çəkib. Yasamal polis tərəfindən qanunsuz həbslərə məruz qalmışdı. Deməli, bilməm, yadında deyil, hansı restoranda görüşdük. Mən öz fikirlərimi izah elədim. Və onlarla söhbət zamanı mən başa düşdüm ki, bunlar nəsə başqa bir oyun qururlar. Başqa bir oyun qururlar. Kimisə burada lider eləmək istəyirlər, amma Eldar Namazov demədi. Ondan sonra mən gəldim şəxsən Əli Kərimli ilə o zaman danışdım və ona bir şey izah elədim ki, bunlar səni, mən o vaxtda açıq deyim, Əli Kərimli inanırdım. Allah'ım şahiddir ki, mən həqiqətən inanırdım ki, bu güya müxalifətçidir, güya müstəqil nə bilim iş aparır. Amma buna izah elədim ki, əli, bunlar çalışırlar ki, səni qaçsınlar müəyyən bir qrupun içərisində, orada səs verməklə sənin namizədliyinə mane olsunlar, qətiyyən belə şeyə imkan vermək olmaz, çalışmaq lazımdır ki, Vahid Namizəd kimi 2013'də olur bu. Cəbhəçilər yaxın əyləşin, tanıyacaqsınız, özünüzü tanıyın əvvəl, sonra məni tanıyacaqsınız, tanısmayın. Mən bu şeyləri deyəndən sonra və bu barədə də səhv edib görünür, mən bunu sonra bildim, bu Eldar Namazovun yanında dedim. Öz fikirlərimi dedim mən ki, bu Vahid Namizəd olmalıdır. Əli Kərimli, nə bilim, nə, belə izah elədim, əsaslandırdım fikirlərimi. Köçəri bəy də orada sakitə qulaq asırdı. Köçərini mən namuslu vicdan adam kimi tanıyıram. Orada Köçəri Nağıyev, soyadı belədir, səhv eləmirəmsə, Köçəri Nağıyev, səhv etsəm üzr istəyirəm. Köçəri bəy elə bir ciddi müdaxilə eləmirdi söhbətə. Söhbət məndən Eldar Namazovun arasında gedirdi. O söhbətdən qısa müddət sonra dostlar mənə həbs elədilər. O söhbətdən sonra başlardan mənim istinaqaz ağrım açısından, sən nə bilim, nə vaxtsa qəza törətmirsən, maşına vurub adam sındırırsan, neynəmirsən. Halbuki nəzarət kameralarının altında olmuşdu hadisə. O yol nəzarət kameraları var, hər 500 metrdən 1 kilometrdən qoyublar, hər yer şəhərdə, hər yer kameradır. Düz kameranın altında olub hadisə. Dedim, çətin şey deyil ki, açın kameranı baxın. Yox, kamera nə bilim, silinib nədir. Çox belə qəribədir, nə hikmətdirsə, bu şeylər, kameralar bu müxalifətə gələndə işləmir. Və yaxud da müxalifətə xeyrin olanda işləmir, ziyanlı olanda dərhal işləyir. Niyə belədir bilmirəm. Hər halda
niyəsini tezliklə hamı biləcək, xalq biləcək. Dostlar, o zaman məni həbs elədilər. Mən həbs eləyəndən sonra içəridə mən olanda gördüm çox qəribə proseslər gedir. İbrahim İbrahim bu adam çıxdı otağa, gətdi bunu Rusiyadan, bir də o tərəfdən nə bilim milyarderlər ittifaqı yaranır, neynədir? Mən düzü içəridə informasiya almaq imkanım olduqca məhduddur deyə, o məhdudluqdan dolayı mən nə baş verdiyini düzgün qiymətləndirə bilmirdim həbsxanada. Çünki mən 2013-cü ildə həbs olundum, səhv eləmirəm, iyun ayının 4-ü, 6-sı idi. Ta 2014-ün dekabrına qədər həbsdə qaldım. Mən atı çıxanda problemlər həll olmuşdu. Və mən dostlar, çıxanda o zaman bir məqalə yazdım. Bilmirəm, içəridə yazdım, göndərdim, yoxsa azadlığa çıxandan sonra yazdım və mən İsa Qəmbəri də, Əli Kərimli də ittiham etməyə başladım o zaman. İttiham etdim, konkret. Və ittihamın mahiyyəti nə idi? Mən xahiş edirəm, hamı diqqətlə qulaq assın. Dostlar, efirdə bir problem yoxdur ki, 800 artıq 81 nəfər biz YouTube-da izləyir. 239 nəfər TikTokda eşq olsun. Mən hər birini salamlayıram. Bugün yaddan çıxması 3 dekabr 2024-cü 25-ci ildir. Mən gözdən əlil olan qardaşlarım üçün onların xahişi ilə həmişə bu tarixi səsləndirirəm. Bir gözdən əlil qardaşım dedi ki, Qurban bəy, nəzərə ki, əllər cəmiyyətində də səni sevənlər var, səni izləyənlər var. Lütfən çalış həmişə səsli olaraq tarixdir ki, biz izləyəndə ardızız bilək ki, bu verişi izləmişik yoxsa yox. 3 dekabr 2025-ci ildir bugün. Salamlayıram bütün gözdən əlil qardaşlarımı, sən bağırma basıram, var olun. Siz gözdən müəyyən nə bilim problemlər yaşasaz da böyük qəlbiniz var, böyük ürəyiniz var. Allah qorusun namınızı. 3 dekabr 2025-ci gözəl bir gündür dostlar. Təbii bugün münasibətilə hamınızı təbrik edirəm. Bir gün gələcək deyəcəm, yəqin ki, sabah tazalı deyərəm ki, deyə təbrik edirəm. Biləcəksiniz nə var, nə yox. Deməli, mən o zaman İsa Qəmbərə və Əli Kərimliyə bir sual ünvanladım. İttiham elədim hər ikisini. İstəyirəm bu günləri o fikirlərimi sizdən bölüşəm. Düzdür, vaxtım olmadı o məqaləni tapam, təzdən dərc edəm, nə edəm. İndi mən burada Hürriyyətin jurnalistlərindən xahiş edirəm, arxivlərə baxa bilərlər. Mənim o vaxt yazılarım var. Hətta ola bilsin Facebook səhifələrimdə də var. Baxdarsınız, tapa bilərsiniz o yazıları. O zaman mən belə bir sual verdim İsa Qəmbərə və Əli Kərimliyə. Cənablar, əgər siz namizədliyinizdən imtina edirsinizsə, nəyə görə bunu siz bir-birinizə yox, üçüncü bir şəxsə güzəşt elədiniz? Dostlar, mənim verdiyim bu sual, qoyduğum bu problem sizcə əsaslıdır yoxsa yox? Xahiş edirəm, həyə yox yazın, amma düşünün sonra cavab verin. Tələsi yox. Və qurban bunu deyə, mən qurban inanıram deyə, yox, xahiş edirəm. Bu sualım mən belə idi. Əli Kərimli, demişəm, görüşdə demişəm. Mən çıxandan sonra dəfələr üzbəyiz, İsa Qəmbərlə yox, Əli Kərimli mən dəfələrlə bunu müzakirə etmişəm ki, sən ki bunu güzəşt edirsən, imtina edirsən namizədliyindən. Niyə sən İsa Qəmbərə bunu güzəşt eləmirsən? Dirəşirsən, yox, olmaz. Üçüncü bir adam kim? Ki, Rüstəm İbrahimbəyov böyük bir sənətkar ola bilər, böyük bir rejissor, böyük bir aktör ola bilər. Siyasət başqa şeydir. Rüstəm İbrahimbəyov o Reagan deyildi ki, aktör ola, gələ Amerika kimi bir ölkəni idarə edə. Reagan artist olmamışdan qabaq siyasətçi olub, milyarder olub, pul qazanmağın yolunu bilib. Rüstəm İbrahimbəyov kimdir? Gözəl bir sənətkar, rejissor və astronom. Allah rəhmət eləsin, dünyasını dəyişibdir. Siz hansı ağılla deməli, sən İsa Qəmbərə doğrudan da özünə bir tərəfdaş bilirsənsə, onunla getmirsən bir yerdə bir baxın, bu dəhşətli şeydir, bu siyasəti görünməyən bir şey, bu siyasi əxlaqsızlıqdır, bu siyasi naşırlıqdır, bu tərbiyəsizlikdir bu. 2 nəfər, baxın, güya ittifaqdadırlar, Milli Şura yaradıblar. Baxın, bu hansı sağlam məntiqə sığır? İsa Qəmbərlə Əli Kərimli və başqaları gəliblər bir təşkilatda birləşiblər, Milli Şurada. Onlar burada bir-birində güzəşt eləməyə əvəzinə ikisi də güzəşt edirlər Moskvadan gələn bir adamı. Belə bir şey sizcə ağla batandır mı? İndi mən sual verirəm. O vaxt verdiyim sualı bugün təkrar edirəm. Əli Kərimli. İçəridə də olsan indi yaxşı vaxtın olacaq. Mənim bu suallarım haqqında düşün yaxşı-yaxşı. Sən o zaman
Niye İsa Qəmberi yox? Rüstəm İbrahimbəyə güzəşdirdin. Niyə? İsa Qəmbər, bəs sən? Sən niyə? Dostlar da çox adam bilmir. Onu bilərsiniz. Mən istəyirəm onu Azərbaycan xalqı bilsin. Deməli, Rüstəm İbrahimbəyovun təklifini verən də müdafiə edən İsa Qəmbərdir. İndi elə danışırlar ki, güya sən də müsabatın bu vaxt etirazı olub, bunun xəbəri olmayıb. Əgər mən səhv deyirəmsə, çıxıb təklif edə bilərlər. Bəlkə məndə olan informasiya yanlışdır. İndidən deyim, onu bilər. Ancaq mənə şəxsən məlumat veriblər ki, mən bu içəridə olmuşam, həbsxanada onda mən. Şəxsən mən azadda olsaydım, mən milli şurada olsaydım, dünyasında imkan verməzdim ki, elə bir şey olsun. Çünki bu ağlamatan bir şey deyil. Bəlkə də sonra da mənə dostlar dedi ki, qurban, sən deyirsən bəzi şeyləri vaxtını izləyə bilməmsən, ya fikir vermirsən bəzi şeylərə. Bunlar səni məhz o prosesə mane olmamağı üçün tutdular. Ki sən orada olsa imkan verməyəcəksən. Çünki mən tələb edirdim ki, müxalifət birləşsin və hamı güzəştləsin bu dəfə Əli Kərimliyə. Özdə açıq demişdim ki, İsa Qəmbərdən. Görüşmüşəm, hamı da demişəm özdə. Ki, İsa Qəmbər, bax, 2003-cü ildə hamı sənə güzəştlədi. Şəxsən mən getdim, Ehtiram Məmmədovun Əli Kərimliyə. İkisini mən dəvət elədim, mən əsaslandırdım ki, siz İsa Qəmbəri güzəştləməlisiniz. Elədilər mi? Elədilər. Dedim, indi də Əli Kərimlinin reytingi səndən yüksəkdir, İsa Qəmbər. Sən ona güzəştləməlisin. Burada nə var ki? Məqsəd rejimi dəyişdirməkdir. Məqsəd İlham Əliyevə qalib gəlməkdir. Məqsəd sənin mənim vəzifəm deyil axı. Xalqdır, əsas maraq xalqdır. Bu imtləri yox. Olmaz da, danışarıq deyinləri. Mənə tutdurandan sonra İsa Qəmbər də güzəştlədi Əli Kərimli. İndi sual verirəm. İstəyirəm bu barədə siz danışasınız. Beyninizlə bir işləyəsiniz ki, doğrudan da böyle bir şey siyasətdə nə demək? Bunun anlamı nədir? Birliyə gəlirlər, Milli Şura qoyurlar adını. Tarixi irsi, Milli Şura bilirsən nədir? Bizim tarixi irsimizdir. Məhəmməd Əmin Rəsulzadənin elan etdiyi Milli Şura. O adı da hörmətdən salıb zibilələdilər. İsa Qəmbərlə Əli Kərimli. İndi sual yaranır. Deyin görün, siz nəyə görə bir-birinizə yox, Rüstəm İbrahimbəyova güzəştələdiniz. Ümumiyyətlə, siyasətdə belə bir şey mümkündürmü? Ağlı batandırmı? Siyasəti bir davranı bilərmi? Mən öz əməkdaşlıq edədiyim siyasi partiyanın liderinin yox, başqa bir üçüncü şəxsə güzəşt eləyirəm. Ay zalim, ay alçağa tərbiyəsiz, sənə güzəşt eləməyə bacarırsansa, özünü internet edirsənsə, heç olmasa dostuna güzəşt elə də. İsa Qəmbərə güzəşt elə, ay Əli Kərimli, ay İsa, sən də Əli Kərimliyə güzəşt elə. Hə yox, ikiniz də bir-birinizə yola getmirsiniz. İçinizdəki o ego var, nədir, təkəbbür kin, bir-birinizə o qədər iyrənirsinizsə, Yusuf Musa bu müxalifətdə olan başqa bir adama Mir Mahmud Mirəliyoğlu güzəşt edərdiniz. Onun ətrafında birləşərdiniz. Siz niyə getdiniz Moskvadan Rüstəm İbrahimbəyovu gətirdiniz? Bu suallara cavab verin, məli dostlar. İndi bu günləri Azərbaycan hakimiyyəti danışır da, yəni dövlət çevrişi, nə bilim, nədir o kişinin adı, Ramiz Mehdiyev, çevriş eləmək istəyib. Əvvəla deyim ki, bilirsiniz, 2013-cü ildə baş verən hadisələrə 12 ildən sonra qiymət vermək bir ölkənin prezidentinin və kəşfiyyat orqanlarının başlarının dana başlığından, axmaqlığından, işşəhliyindən xəbər verir. Sən necə ola bilərsən? 13 il bundan qabaq çevrişçi olub bu dəsə, cəhdi olubdur. Sən indi almısan. Sən nətər o ki, müxalifətçini dərhal Qurban Məmmədov eləmədiyi əmələ görə sən ona cinayətçi qaldırırsan. Qurban Məmmədovun haqqında cinayətçi qaldırdın, ona məlumat vermirsən, materiallar tanış olmazsa Qurbana vermirsən, altından məhkəmə aparırsan, məni məhkəməyə buraxmırsan, ay kişilər. Dünya tarixində belə şey yoxdur. Mən bunlardan tələb edirəm ki, qardaş, mənim haqqımda iş aparırsınız, məni dəvət edin o məhkəməyə, məni dindirin. Adamlar, mənim elektron məhkəmə portalımdan Ağır Cinayətlər Məhkəməsi, bunu deyirəm, eşidin ha. Bu dediyim var, bu səsin kəsəcək bizim ölçüdü, ayda qoyacaq ki, Qurban Məmmədovun məhkəmədə hüquqları pozulub. Bunu göndərəcəm mən Avropa məhkəməsində, sübut dövüşümü. Mənim elektron məhkəmə portalındakı şəxsi kabinetimdən haqqımda olan cinayətçi çıxarıblar. Mən izləyə bilmirəm. Mən izləyə bilmirəm ki, o Ağır Cinayətlər Məhkəməsində mənim haqqımda hansı işlər aparılır ki, mən orada yazam, vəsatət verəm, şikayət edəm, o başqa bir məsələdir. Amma sual başqadır. Siz necə olur ki, mənim eləmədiyim cinayətə görə, Ərəstun Oruçlu eləmədiyi cinayətə görə onu ittiham qaldırırsınız? Hacı, Abid Qafurov
biraz dəliqanlıdır, biraz çılğındır, yeri gələndə sözümə kobud deyil, amma çişli suya sal iç. Çişli suya sal, Abid Qafuru iç. Abid Qafuru əsəbləşə bilər, səni acılaya bilər, amma bir ləyaqəti var, adamın içində bir ədalət hissi var. Biraz sakitləşəndən sonra deyir ki, mən burada səhv elədim, bağışlayıyorum. Bir dəfə bir söz dedi, məndən danışdıq bir söz dedi, sonra zəng elədi ki, Qurban bəy, o qərarımı mən rədd edirəm, çünki əsəbi vəziyyətdə aldığın qərardır, qəbul eləsən yanlış qərar ola bilər. Dedim, tamam, rəvalsan, öpürəm səni. Siz Abid Qafuru vaxtınızı dəqiq qaldırırsınız ki, əslində həmsə deyirsiniz. İlham Aslanoğlu Azərbaycanda desələr ki, göydən mələk gəlib yürüşür əsinə. Mən deyirəm ki, o İlham Aslanoğludur. Gedin onun qapısına. Gedin mələk əgər görmək istəyirsinizsə, İlham Aslanoğlu'nun qapısında durun, baş əyin. Siz İlham Aslanoğlu'nu eləmədiyi hərəkətə görə ki, Qurban danışanda İlhamda güldü. Bununla da filankar təhqir elədi. İyi yarım iş verdiniz. Danabaş eşşəklər. Və siz 2013-cü ildə cinayət baş veribdir. Dövlət çarşı nə bilim, hazırlıq olub, cəhdi olub, nə olub? İndi ayrılmışsınız, indi bilirsiniz. Yox, bu qədər yalan möhtən olmaz, özünüzə gəlin. Bu qaydada iş getməz. Amma dostlar, o zaman baş verən siyasi hadisələr mən deyək ki, siyasi baxımdan yanaşıram. Bir siyasətçi kimi qiymət verirəm ki, bu gün ölkənin düşdüyü vəziyyət ki var, orada başlayan bir proseslərin nəticəsidir. Mən demirəm, iddia eləmirəm, elə bilmərəm ki, dövlət çevrilişi məqsədi ilə bir şeylər olub. İndi onu hörmətli Ərəstun bəy qoşulacaq. Dedi ki, bugünə qədər heç kəsin bilmədiyi və bugünə qədər aşmadığı müəyyən sirlər olaraqsa açmaq istəyir, xalqa demək istəyir. Gələr deyər, istəyər. Amma mənim siyasətçi kimi bilmək istədiyim bir şey var ki, Səqənbər, sualı verirəm və bütün müsahibəçilərdən xahiş edirəm ki, yapışın yaxasından İsa'dan soruşun. 2013-cü ildə sən nəyə görə öz siyasi, belə deyək də, səndən bir yerdə uzun müddət mübarizə aparan, tez-tez bloklar yaradıb dağıtdığınız Əli Kərimliyə yox, Etibar Məmmədova yox, Sərdar Cəlaloğlu'na yox, Mir Mahmud Miraloğlu'na yox, getdin Rüstəm İbrahimbəyova güzəşti dədi. Və cəbhəsilərsindən soruşuram. Bizim adamın yazığı gəlir, Əli Kərimli aparırlar, həbs edirlər. Həbs qətim kəndənsifəsilə məhkəmənin qabağında 15.000 nəfər var. Nə baş verir ki? Və siz deyiz bir böyük partiyayı, nə bilim, Azərbaycan. Necə o Qurbanı söyəndə, Gültəkinin, Əli Kərimin, Cəmirin başlığı altında ən azı 100 nəfər söyür. Amma lideri uzun müdafiəsində məhkəməsində 15 nəfər gedirsiniz. Bu nə siyasətdir belə? İndi mən Səqənbərdən soruşuram. Səqənbər, müsahibəçilə tapşın, mütləqa yapışın onun yaxasını soruşun. Ki, niyə güzəşt eləməmsən? Sən Əli Kərimliyə, Sərdar Cəlaloğlu'na, Mir Mahmudova, kimə, Azərbaycanda yaşayan və can qoyan partiya sədrlərinə. Eləcə də cəbhəsilər. O həbsdə olan lideriniz var, ha? Ki, müdafiə eləmirsə indi, Əli Kərimli deyirlər. Onu bir də məktub yazın da, indi də soruşa bilmirik. Çünki adam özünü normal insan kimi aparmır ki, çıxasan, gəlir səndən üzbəyi sual verəsən. O sualı göndərin ona. İnməyə yaqı eşitəcək həbsxanada. Əli Kərimli, sən güzəşt edə bilirdinsə nəyə görə? İstəqənbər, hə? Dediyim kimi, yeni sualdır. Mir Mahmud Miraloğlu'na, Sərdar Cəlaloğlu'na, nə bilim başqalarına. Yox, Moskvadan gətirilən bir adama, bir rejissora, siyasətdən uzaq bir adama, siyasətdən anlaşı olmayan bir adama güzəşt elədiniz.